Medallar, diplomlar, kuboklar, əl işləri, rəsm əsərləri və s. Qazanılan hər bir medal zəhmətin bəhrəsi, əldə olunan hər bir uğur isə məqsədə aparan yolun izidir. Yaradılan hər bir sənət nümunələrində Qərbi Azərbaycanın tarixi, mədəni irsi və yurt sevgisi öz əksini tapır. Bütün bunlar isə Dərələyəz icmasının təşəbbüsü ilə Qərbi Azərbaycan icmasının inzibati binasında həyata keçirilən qayıdışı aparan yol, Dərələyəz gənclərinin uğur hekayələri mövzusunda tədbirdə nümayiş etdirildi. Tədbir iştirakçıları böyük maraqla Dərələyəzli gənclərin əl işlərini və müxtəlif sahələrdə əldə etdikləri uğurları əks etdirən sərgini izlədilər. Bu gördüyünüz Qərbi Azərbaycanımızın çox böyük qürur hissi ilə nümayiş elətdirirəm ki, Qərbi Azərbaycanımızın bayrağıdır. Cəmi 2 günə, amma gecə-gündüz çalışaraq ortaya gətirdiyim bir əsərdir. Yəni böyük qürur hissi ilə də bunu nümayiş elətdirirəm. Bundan başqa bayrağımız, gerbimiz. Düşünürəm ki, tez bir zamanda Dərələyəzə qayıdıb bu əl işlərimizi daha böyük, daha geniş formada orada ərsəyə gətirib, orada nümayiş elətdirmək bizə nəsib olacaq. MMA qaydasız idman növü ilə məşğulam. 2023-dən bəri bu idman növündəyəm. 2023, 24, 25, 26 Respublika birinciliyi qazanmışam. 2024-də Kazakistan Astana şəhərində keçirilən dünya çempionatında da yenə bir bürünc, bir də 3-cü yerə layiq görülmüşəm. Bundan sonra bu il yenə dünya çempionatımız var. Orada da iştirak eləmək istəyirəm. İnşallah gələcəkdə öz doğma torpağımda da bunları nümayiş elətdirmək istəyirəm. Tədbirin rəsmi hissəsində çıxış edən Qərbi Azərbaycan icmasının idarə heyətinin sədri Əziz Ələkbərli belə tədbirlərin həm keçmişin qorunması, həm də gələcək nəsillərin formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı. İcma sədri Dərələyəz mahalının tarixi mədəni irsindən və gənclərin bu irsi yaşatmasından bəhs edərək onların uğurlarının davamlı olmasını arzuladı və fəaliyyətlərini yüksək qiymətləndirdi. Rayon icmalarının, gənclərinin, uşaqlarının əl işləri ilə tanış olduq. Onların idman sahəsindəki uğurları ilə tanış olduq və açığını deyim ki, bu qürur vericidir. Bizim tarixi torpaqlarımızda həmin Qərbi Azərbaycandan zaman-zaman çox böyük istedadlı insanlarımız çıxıb, şəxsiyyətlərimiz çıxıb və o torpaqlar çox böyük istedadlı insanlar yetişdiribdir və bugünkü gördüyümüz bu təltiflər də bu balaca uşaqların, bu gənclərin uğurları da bunun bir daha sübutudur. Qərbi Azərbaycan icmasının idarə heyətinin üzvü Professor Mahirə Hüseynova Qərbi Azərbaycanın hər bir kəndinin tarixinin və yurt yerlərinin adlarının gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğuladı və bu istiqamətdə gənclərin araşdırmalarının vacib olduğunu qeyd etdi. O həmçinin Qərbi Azərbaycana qayıdış yolunda aparıcı qüvvənin məhz gənclər olacağına inamını açıqladı. İnanıram ki, bu sərgidə göstərilən o medallar var idi ki, sizə verilib, onların ən zəifindən tutmuş, ən yüksək, necə deyərlər, hətta olana qədəri sizin uğurlarınızdır. Və siz o ata-ananın övladısınız, o baba-nənənin nəvəsisiniz ki, sizin babalar, sizin nənələr, sizin atalar, analar 4 dəfə deportasiyadan sonra yenidən qayıdıb öz doğma torpağına, yenidən yurt salıb, yenidən binə qurub, yenidən ev-eşik olub və yenidən öz doğulduğu torpağı, necə deyərlər, firavan eləyibdir. Bəs belə isə siz də onların nəvələri sizdə, deməli, qayıdış sizinlə olacaq. Qərbi Azərbaycan icması idarə heyətinin sədr müavini, millət vəkili Hikmət Baboğlu, qayıdış ideyasının gənclərə ötürülməsinin milli yaddaşın gələcək nəsillərə çatdırılması baxımından mühüm rol oynadığını bildirdi. O, qayıdışın əsas təməlini məhz gənclərin təşkil etdiyini vurğuladı. Biz Qərbi Azərbaycanlı gənclərin uğuruna yığışmışıq. Fərdi uğurlarına, kollektiv uğurlarına, idmançı kimi, incəsənət xadimləri kimi, rəssam kimi. Amma mənə elə gəlir ki, bu tədbirin ən böyük uğuru bilirsiniz nədir? Ən böyük uğuru odur ki, bu tədbirdə iştirak edənlərin əksəriyyəti gənclərdir. Biz Qərbi Azərbaycan mədəniyyətini burada oturan bu gənc evlatlarımıza ötürürük. Ən böyük qazancımız, ən böyük uğurumuz budur və bizim Qərbi Azərbaycana, yurd yuvamıza qayıtışımızın da təməli də onlardır. Qərbi Azərbaycan icmasının idarə heyətinin üzvü Dosent Faiq Xudayev Dərələyəzli gənclərin bir araya gəlməsinin Qərbi Azərbaycandan olan gənclər arasında həmrəyliyi gücləndirdiyini qeyd etdi.
Burada 20 qat Azərbaycan çempionu velosipedçi var. Burada qızıl medal qazanan riyaziyyat olimpiyadasını, dəfələrlə riyaziyyat olimpiyadasını qazananlar var. MMA üzrə burada qazanan var, güləş üzrə, yəni bütün sahələr üzrə qazanan, uğur əldə edən gənclərimiz var. Bu gənclərimizin ən yaxşısı bilirsiniz nədir? Ən yaxşısı odur ki, mən düşünürəm ki, bu auditoriyada onlar bir-biri tanıyırlar. Bəlkə də bunların biri hər hansı başqa şəhərin başqa bir məkanda yaşayır. Bunlar bəlkə də heç illərlə bir-biri görmürlər, heç tanımırlar bunun Dərələyəzdə olduğunu. Yəni bu o tədbir olmasa, o tədbirə getməsən, o konferansda iştirak eləməsən, təbii ki, onunla tanış ola bilməyəcəksən. Ancaq bu gün bu auditoriyada olan gənclər ən azı sabahsı gün bir döşək üzərinə çıxanda, bir rəsm çəkəndə, bir hardasa bir təqdimat eləyəndə çönüb ən azından deyəcək ki, bu da Dərələyəzlidir, bu da Qərb Azərbaycanlıdır və ən azından bir-birə sarılacaqlar və bir-biri səmimi olaraq qəbul eləyəcəklər. Gənclər isə çıxışlarında Qərbi Azərbaycan həqiqətlərinin dünyanın müxtəlif ölkələrində daim təbliğ olunduğunu vurğuladılar. Tədbirdə iştirak edən istedadlı gənclərə Qərbi Azərbaycan icmasının üzvlük vəsiqələri və təşəkkürnamələri təqdim edildi. Tədbirin diqqət çəkən məqamlarından biri də Qərbi Azərbaycan icmasının idarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərliyə portretin hədiyyə olunması oldu. Tədbirin bədii hissəsi maraqlı anlarla yadda qaldı. Mahirə Nağıyevanın müəllifi olduğu vətən sevgisindən bəhs edən şeir səsləndirildi. Gözəl qızıl güllər məni, təncitmədi dillər məni. Nə yaxşı ki, sən varımsan, vətən, nə yaxşı ki, sən varımsan. Dərələyəz, nə yaxşı ki, sən varımsan. Gənclərin etdiyi rəqslər və ifalar isə hər kəsdə vətən həsrəti hissini yenidən oyatdı. Aygün Şirnova, Bəxtiyar Nəsirli, Qərbi Azərbaycan televiziyası.